Bu Xaçın Dərbət türbəsidir. 1314-cü ildə inşa olunubdur. Ağdamın Xaçın Dərbəndindədir. Belə deyək də, buralara Çolanlı dərəsi deyirlər. Bax buralara. Burada bir neçə dənə kənd var. Cinlidir, Mollalıdır. Bir neçə kənd var. Ümumi Çolanlı dərəsi gedir bura. Bu da Xaçın gölümüzdür. Hemen bu da bizim türbəmizdir. Qədim türbədir. İnşallah yəqin ki bu çəkilişlər vasitəsilə bizim Mədəniyyət Nazirliyimiz bunu görüb gəlib bunun yanların hasara alıb bərpası ilə məşğul olarlar. Quran ayəsi var orada, bəli. Yaxınlaşdırım. Sizə görə onu inşallah çox yallar. Çəkirim də çəkərəm ev yaxıcı. İndi mən türbənin altında pilləkənlərlə düşürəm. Türbənin altına pilləkənlə yol var. Düzdür, çox balacadır. Ancaq əyilib girirsən ki, başın dəyməsin. İçəridə burada görünür bir karavat kimi düzəldiblər setkadan. Kimsə qalırmış, bax belə sağa sola düz belə bir tağlar var. Fasında başqa bir heç nə yoxdur. Bu da üstüdür. Bu da üstüdür, üstündən də yox. Üstünə də yox. Bu da mənim girdiyim yerdən çıxışdı. Çox maraqlı bir tikişi var və böyük də tarixə malikdir. Buradan çıxanda da bu göl belə deyək də bizim ayağımızın altında qalır. Biraz da yaxınlaşdırım. Buradan da bax, buradan bilmirəm içəriyə giriş. Buradan bir daş qoyublar. Bu da bunun içərisi. Burada görünür ocaq qalıqla və qaralıqdır. Bu onun tavanıdır. Hər bir tərəfə. Ancaq bura yoxdur. 3 tərəfə pəncərəsi var. Demək. Böyük, bu yəqin ki qapı olubdur. Böyük qapı Xaçın gölünə açılır. Bir tərəfində belə bir pəncərə, indi girdiyim. Burada bir pəncərə. Ancaq arxa tərəfində belə bir namazgah kimi belə bir sərdabiyə oxşuyur. Qibləgaha daha doğrusu desək, bilmirəm nə deyirlər adına. Məscidlərdə o qibləniz durduğu. O belə bir şey var. Çox güman ki də qiblədir bura. Ancaq ora bağlıdır. Belə maraqlı naxışları var. Rusluğu içərini yazıq, nə bilim, həm bizim tərəfdən, həm erməni tərəfindən bax, biraz zədəliyiblər. İnşallah ki, bərpa eləmək olar, özdə vacibdir. Xaçın Dərbənd kəndindir, Cinli kəndi. Bu igidlərin, qəhrəmanlarında olduğu torpaqdır. Həmçinin də bizim Quliyev Şəhriyar qardaşımızın, igidimizin, qəhrəmanımızın torpağıdır. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Bu gözəl məkandan hamınızı salamlayıram. Ruhunuz şad olsun. Əziz qardaşlarım. Bu da bunların kəndinin gözəlliyi. Xaçın çayının gölüdür, Xaçın Dərbənd kəndi, indi Cinli kəndi adlanır. Çox gözəl, çox mənzərəli yerdir. Ruhunuz şad olsun.